ən çox valideynlər müraciət elədiyi ən yaralı hissədən biridir, ona toxunmaq istəyirəm. Ümumiyyətlə, hiperaktivlik, hiperaktiv uşaqlarla valideynlər necə rəftar eləməlidir? Çox vaxt hiperaktiv uşaqlar valideyn tərəfindən sözün əsl mənasında bizim ailələrdə real şəkildə bu var, döymək, şiddət və belə uşaqlara belə ağır formada cəzalar. Məsələn, hətta məndə bir uşaq var idi, onu anası hamama, qaranlıq hamamda 2-3 saat saxlayırdı. Yəni, bu formada ağır uşağa travma verici cəzalarda səslənir. Yəni, əslində bu doğru deyil. Bəs nə eləməlidir? O qədər dəcəl olurlar belə uşaqlar. Hədsiz olaraq analar çox böyük şikayət edir. Hətta analar özün nevroloji müalicə götürürlər bu tip uşaqlarla rəftar üçün. Çox çətindir. Amma mən sizə deyim ki, hiperaktiv uşaqlar çox da şirin uşaqlar olur. Həqiqətən mən çox sevirəm. Nasır Damson kitabında da qeyd olunub indigo uşaqlar. Yəni, indigo uşaqlar nədir? 90-dan bəri bizim tərəfdə olan hiperaktiv uşaqlar seçilmiş uşaqlar adlanır ki, bu uşaqlar rəvayətə görə belə axirət günündə bu uşaqlar ölməyəcəklər və yeni bir nəsli davam etdirəcəklər. Yəni, doğrudan hiperaktiv uşaqlarda digər uşaqlarda fərqli nəsə var. Onlar sanki şirindirlər. Həqiqətən insanlar ətraf tərəfindən, böyüklər tərəfindən çox sevilir. Bu uşaq çox şirin danışmaqları var. Onlarda etik qaydalar olmadığına görə özlərini sevdirmə, ilk ağıllarına impulsivdirlər, ilk ağılına gələn sözü demə. Onlar səmimi olduqlarına görə insanlar onları çox sevir. Əsasən də böyüklər. Hiperaktiv uşaqlarda daha çox cəza sistemi çox asandır. Kənardan belə uşaqlar özünü bəyənmiş, belə deyək də, məsələn, durduq yerdə sənin saçına bir söz deyə bilər və ya səni ələ sala bilər, gülə bilər. Kənardan belə uşaqlar özünü bəyənmiş uşaqlar kimi görünür. Amma əslində belə deyil. Belə uşaqlarda özgüvəni çox aşağı olurlar. Özgüvəni aşağı olduqlarına görə əsas olaraq onların zəif nöqtəsi tərifdir. Valideyn bu nöqtəni, zəif nöqtəni tutdusa qazanacaq. Yəni, tərifi oldusa bu uşaqlar kobud formada həmin ananın, atan da oradan da köləsidir. Əgər mənə xoş bir sözdür, mən sənə onu qat-qat artığın qiymətləndiriləcək. Amma tərifində özünə uyğun olaraq belə də punktları